Salam dostlar. İngilis funtu və dollar valyuta cütlüyü niyə birdən-birə kəskin ucuzlaşdı? Əgər siz tradinglə məşğulsunuzsa, ki, hansı ki daha çox populyardır, ancaq texniki analizdən istifadə etmək, lakin texniki analiz bizə sadəcə bazara harda girməyi və harda çıxmağı göstərə bilər. Fundamental analiz isə bazarın hərəkətverici qüvvəsidir, yəni katalizatordur. Biz fundamental analizi bilmədən ümumiyyətlə bazarda sağ qala bilmərik. İndi İngilis funtu və dollar valyuta cütlüyü niyə dünəndən etibarən təxminən 1,5% dollara qarşı İngilis funtu ucuzlaşıb? Hətta 1994 pip belə deyək, İngilis funtu və dollar valyuta cütlüyü ucuzlaşıb. Bunun təməl səbəbi nədir? Deməli, Andy Burnham spekulyasiyası deyə bir spekulyasiya var. İngiltərədə Manchester Meri Andy Burnham, hansı ki bu şəxs Labouristlər partiyasında ağır çəkildiyi figurdur. Yenidən parlamentə qayıdacağını və baş nazirlik postu üçün yarışacağı ilə bağlı açıqlamalar verib. Belə olan halda da bu şəxsin iqtisadi proqramına dövlət xərcləmələrini artırmaq, sosial evlər, logistika, ümumiyyətlə dövlətin infrastruktur layihələrini genişləndirəcəyi ilə bağlı belə deyək düşüncələri, iqtisadi proqramı var. Belə olan halda da bu İngiltərənin fiskal balansını pozmuş olacaq. Çünki hal-hazırda İngiltərənin ümumi borcu 2,91 trilyon dollardır. Bu belə deyək, ÜDM-nin borca nisbəti təxminən 91%-dir. Və İngiltərə bu borc üçün hər il 110 milyard funt sterling faiz ödəyir və bu İngiltərənin hərbi büdcəsinə bərabərdir. Belə olan halda bu şəxs baş nazir seçilərsə, bu ehtimal olarsa belə İngiltərənin fiskal balansı pozula bilər və bundan dolayı da investorlar funtu kəskin satmağa başlayıblar. Bir digər tərəfdən də İngiltərənin 10 illik istiqrazları, yəni gildlərinin yılsı faizləri 5,13%-ə yüksəlib. Yəni artıq İngiltərənin borclanma faizi də artmağa doğru gedir. Çünki investorlar onu riskli görür və gildləri satmağa başlayırlar. Belə olan halda təbii ki bu fiskal balansı pozulur və İngilis fonduna güvən azalmış olur və İngilis fondu kəskin dəyər itirmiş olur. Belə bir hadisə eyni zamanda buna bənzər bir hadisə 2022-ci il Liz Truss hökuməti dövründə olmuşdu. Liz Truss hakimiyyətə gəldiyi vaxt dedi ki, mən vergiləri aşağı salacağam, İngiltərəyə kapital axını təmin edəcəm, lakin vergiləri siz belə deyək, əgər İngiltərənin bu qədər borcu varsa, bir də üzərinə vergiləri aşağı salsanız, təbii ki bu fiskal balansı kəskin şəkildə pozmuş ola bilər və əslində həmin vaxt İngiltərədə kiçik bir büdcə böhranı yaşamış oldu və 2 ay içərisində İngilis funtu 15% dəyər itirmiş oldu. İndi bu qorxudan dolayı əgər Andy Burnham da yenidən baş nazir seçilərsə və dövlət xərcləmələrini artırarsa, bu İngiltərənin fiskal siyasətinə neqativ təsir edəcək və investor güvənini zədələmiş olacaq. Bundan dolayı da İngilis funtu və dollar valyuta cütlüyü kəskin ucuzlaşmağa doğru davam edir. Bu spekulyasiya nə qədər ki var, hər halda İngiltərədə belə deyək, enişlər davam edəcəkdir. Qısaca olaraq dostlar, ümumiyyətlə siz ticarətlə məşğulsunuzsa, ya maliyyə bazarında ticarət edirsinizsə, fərqi yoxdur. İstər forex olsun, istər səhm bazarı olsun, istər fixed income belə deyək, istiqrazlar və sair olsun, mütləq şəkildə fundamental faktorlara baxmaq lazımdır və onun qarşısına getmək olmaz. Yəni fundamental hadisə baş verirsə, bazarda kəskin bir düşüş olursa, əsla onun əleyhinə ticarət açmaq olmaz. Bu qədər dostlar. Ümid edirəm faydalı olmuşdur.